Xələ Əhməd test imzahına baxırıq. Ümumi yekun sınaq 22. Elirven diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Horadiz əməliyyatı, aprel döyüşləri. Heydər Əliyevin ikinci prezidentlik dövründə həyata keçirmişdi. İkinci prezident 98-2003 deməli A ola bilməz. A olanları çıxardıram, işimiz asan da olsun. Cəbrayıl və Füzulinin xeyli ərazilərin işğaldan azad edilməsi bu hər ikisinin oxşar cəhətdir. Həm apreldə, həm də Horadizdə. 21-ci əsrin ikinci 2016 aprel döyüşləri 2-yə verdik C-ni. Murad Mirzəyev, Samit Həmidovun Azərbaycanın milli qəhrəmanı adı ilə təltif edilməsi. Deməli, Samit Həmidov, yəqin ki, bu texniki səhv edib yoxsa çaşdırmaq üçün yazıb görən. Murad Mirzəyev, Samit İmanovdur, Şükür Həmidov idi bir də. Yəqin burada texniki səhv edib. Cavablara baxım, çıxardacağım bir şey. Deməli, Murad Mirzəyev, Samit Həmidovun Azərbaycanın milli qəhrəmanı bu aprel döyüşləridir. 2-yə D-ni versəm görüm cavabı çıxarda bilirəm. Horadiz qəsəbəsinin düşməndən təmizlənməsi. Deməli, qəsəbə Horadiz əməliyyatıdır, amma kənd Horadiz vətən müharibəsidir. 1-ə də verdi Y-ni. 1-ə Y, 2-yə oxşara B, 2-yə də C iləndir. Olacaq C variantı. Demək, burada Samit Həmidov səhv düşüb, yəni o texniki səhv edib. Davam eləyək. Xəritədə işarələnmiş dövlətlərin 19-cu əsr tarixinin ümumi cəhətlərini müəyyən edin. 1. İngiltərə, 3. Rusiya, 2. Osmanlı. Viyana Konqresində əsas rol oynaması. Bilirik ki, Viyana Konqresini Osmanlı dəvət etməmişdilər. Qırım müharibəsində iştirak etmələri hər üçü. Konstitusiyalı monarxiya ancaq Osmanlı. Berlin Konqresində müəyyən ərazilər üzərində səlahiyyət əldə etməsi həm İngiltərə, həm Rusiya, həm Osmanlı. İngiltərəyə Kipr icarəyə verilmişdi, Rusiyaya Qarşıdahan Batum verilmişdi, Osmanlıya da Şərqi Anadolu Rumeli Bəyazıt verilmişdi. Olacaq 2 ilə 4. Şərq məsələsinin siyasətini həyata keçirməsi. Bu siyasət Osmanlıya qarşıdır, yəni Osmanlı həyata keçirməyib. Olacaq 2 ilə 4 Y variantı. Çar hökuməti ağa və bəylər cəzalandırmaq üçün onların tiyi torpaqlarını müsadirə etdi. Lakin Azərbaycanda qalxan xalq çıxışları səbəbilə torpaqlar müsadirəsi dayandırıldı. Verilmiş bu hadisənin nəticəsində Çar hökuməti Qafqaz canişini, Qafqaz hakimliyi vəzifəsilə vəzifədə heç hələ onda Qafqaz canişi yaranmamışdı. 44-cü, yəni narazılıq olanda hələ Qafqaz canişi yoxdur. Yeni yaranacaq Qafqaz canişi 44-cü ildə. Ona görə bir ola bilməz. Feodalların kəndlilər üzərində olan polis və məhkəmə səlahiyyətlərini ləğv etdi. Xeyr, bu ləğv olacaq 1865-ci ildə. Ona görə 2 də ola bilməz. Alim Salman Silkinin imtiyazlarının tanınması haqqında fərman verməsi. Til torpaqlarla alim Salman Silkinə qaytarılaraq ona tam irsilik hüququ verməsi 4 düzdür. Sahibkarlar til torpaqların istədiyi silkə sata və bağışlaya biləcək səlahiyyətlər verdilər. Xeyr, ancaq yuxarı silkə sata bilərdilər. Bir də alim Salman Silkinin imtiyazlarının tanınması haqqında fərman verdi. 3 ilə 4 D variantı. Xəritədə işarələnmiş şəhərin 13-15-ci əsrlər tarixinə aid düzgün bənd. Söhbət burada Ərdəbildən gedir. Ağqoyunluların hücumuna məruz qalması götürə bilər 1488 Şahdağ döyüşü. Monqollar tərəfindən işğal edilməsi bunu da götürə bilər 1220-22. 1-2. Dövlətxana sarayının inşa edilməsi bu Təbrizdədir. Şah Abbas ümumiyyətcə 15-ci əsrdə yaşamayıb. Kəstanilər sülaləsinin hakimiyyəti altında olması bilir ki, Şirvanşahlar şimalda idi. Olacaq 1-2 C variantı. Fransa krallığının 14-cü əsr tarixi ilə bağlı deyil. Krallar tərəfindən dövlətin mərkəzləşdirmə siyasətini həyata keçirməsi bəli. İngiltərə ilə davamlı olaraq müharibələrin aparılması düzdür. Şərqə doğru istiqamətlənmiş səlib yürüşlərində iştirak etməsi. Bilirik ki, səlib yürüşləri başa çatıb 13-cün sonunda. Yəni 14-cü əsrdə səlib yürüşləri yox idi. Ona görə olacaq C variantı. Uyğunluğu müəyyən edin. Azərbaycan, 1-ci Rusiya Qacarlar, müharibədən əvvəl, müharibə nəticəsində. Çar Balakən xarici müstəqilliyini itirmişdi, bəli, 1803-cü ildə. Daxili müstəqillik var idi, xarici yox idi. Quba xanlığı ilə Rusiya arasında müqavilə imzalanmışdı 1802 Georgiyevsk. AB İbrahim Xəlil xan Qacar qoşunlarını məğlub etmişdi. Bu Rusiya Qacar müharibəsi dövründə idi. Olacaq 1-ə AB müharibə nəticəsində şimal hissəsi tamamilə Rusiyanın hakimiyyəti altına keçdi. Tamamilə yox, bilirik ki, tamamilə 2-ci Rusiya Qacar müharibəsindədir. Sonra müsəlman əyalətləri rəisliyi təşkil edildi. Yox, hələ müsəlman əyalətləri rəisliyi yox idi. İrəvan və Naxçıvan daxili müstəqilliyini qoruya bildi, bəli. 1-ə A, B, 2-yə də C. Heç bir cavab yoxdur ki. Var, Y variantı. Ardıcıllığı müəyyən edin. Müqəddəs Roma İmperiyasının yaradılması 962. Malazgirt döyüşü 1071.
Gərək yenə əsrlə yazardım, niyəsə daha rahatdır. Monqolların Mərkəzi Asiyanı işğal etməsi 1229-19 yazaq elə. Pirinə yarımadasında ərəblər tərəfindən işğal edilməsi 8-ci əsrin əvvəli 711 yazaq da. İl yazmış hamısını 711. Deməli 4 2 yox 4 1 2 3 4 1 2 3 B variantı. Qazan xanın hakimiyyəti dövründə qadağa qoyulmuşdu. İqta torpaqların alınıb satılmasına bəli. Maldar tayfalardan qopçul vergisinin alınması xeyr. Bayraq torpaqlarının siyahıya alınıb əhaliyə icarəyə verilməsi xeyr. Divan torpaqlarına gələn gəlirlərin xəzinəyə daxil olması. Yəni bu qadağa deyildi də. Yam işçilərinin əhalinin evlərində qalması bəli. Qadağa idi bir yam işçilər, bir də iqtanın alınıb satılması 1-5 D variantı. Rusiya və Osmanlı dövlətlərinin 18-ci il tarixinə aid oxşar cəhət bağlanmış müqavilə əsasında cəbhə bölgələrindən öz qoşunlarını geri çəkməsi götürə bilərik. Osmanlı Mudros müqaviləsi ilə Rusiyada Brestos müqaviləsi ilə cəbhə bölgəsinə qoşunlarını geri çəkmişdir. Olacaq A variantı. Qədim Afina şəhər dövlətinə aid səbəb-nəticə əlaqələrinin yanlış göstərildiyi cavabı müəyyən edin. Borcların ləğv edilməsi uğrunda mübarizənin başlaması, Solon islahatlarının keçirilməsi düzdür. 594-cü il islahatlarının keçirilməsi, xalq yığıncağında yalnız əmlaki olan vətəndaşların iştirak etməsi xeyr. Deyirdi ki, deməli, xalq yığıncağında əmlakından asılı olmayaraq hər kəs iştirak edə bilərdi. Amma insanların hüquq və vəzifələri onların əmlakına görə müəyyən olunurdu. Yəni, xalq yığıncağında iştirak etmək üçün əmlaka ehtiyac yox idi. Ona görə bu səhv cavab olacaq. Şirvanşahlar dövləti və Dərbənd hakimliyinin 10-cu əsrin 1-ci yarısı tarixinə aid ümumi cəhət Türk sülaləsi tərəfindən idarə edilməyə başlaması xeyr, hər ikisi ərəb mənşəlidir. Sadicilər dövlətin tabe edilməsi bəli, Yusif ibn Əbi Səlcüqün dövrünü götürə bilərik. İkinci Dünya müharibəsi 41-ci və neçə yazıb? 45-dir, 43-dür görəsən. İllərində baş vermiş hadisələrin ümumi cəhəti Sovet-Alman cəbhəsində döyüşlərin baş verməsi 41-ci ildə Sovet-Alman cəbhəsində götürə bilər. Moskva döyüşü 45-dir, yoxsa 43-dür görəsən. Cavabların hamısına baxın, oxumaq olmur. ABŞ, İngiltərə və SSR dövlət başçılarının müharibəyə həsr edilmiş konferansların keçirilməsi. İngiltərə dövlət başçısı deyil, İngiltərədə hökumət başçıdır. 2 konkret səhvdir. Uzaq şərqdə SSR hərbi qüvvələrinin Yaponiyaya qarşı fəal mübarizə aparması xeyri. 41-ci də bilir ki, SSR Yaponiya arasında müqavilə imzalamış ki, bir-birimizə hücum etməyəcək. Deməli, 3 də səhvdir. Almaniyanın Şimali Avropa ölkələrinin çoxunu işğal etməsi bu 40-cı il 39-40. Qaradəniz boğazlarında müharibə meydana çevrilməsi. Bilirik ki, müharibə yeni başlayanda, yəni 45-in fevralına qədər Türkiyə boğazlarını bağlamışdı. Çünki bir tərəf idi. Ona görə 5 dəsət. Burada olacaq yalnız 1. Deməli, bizdə nə istəyib buradan? 41-43 verib yəqin. 1. Moskva döyüşü, bir də Kursk döyüşü. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illər tarixi dövrünə aid anlayışlardan deyil. Neft fondu 99. Əsri müqaviləsi 94. Qərb neft kəməri 99. Bakı Tbilisi Qars dəmir yolu 2017, Asan xidmət 2012. Olacaq 4-dən 5 B variantı. Xaçlıların şərqə yürüşləri dövrü əraziləri işğal edilən imperiyalar təbii ki, Səlcuq, Bizans 1-dən 3. Səlcuqların işğal eləmişdilər, Qüdsü, Bizansı da işğal eləmişdilər. Məsələn, qısa müddətli varına son qoymuşlar. Osmanlı 16-cı əsr Asiya, Afrikada işğalları, Avropada işğalları. Səfəvilər dövlətlə müharibənin aparılması bəli. Sultan Süleyman tərəfindən Afrikada xeyli ərazinin ələ keçirilməsi 16-cı əsrə düşür. Avstriyanın paytaxtı Viyananın mühasirəyə alınması bu Afrika deyil, Avropaya aiddir. Deməli, bir olacaq yalnız A ilə B. Avropa, Macaristanın işğal edilməsi. Bəli, götürə bilərik. Süleymanın dövründə. Bağdad və Ərəb İraqının ələ keçirməsi bu Avropa deyil, bu artıq Asiyadır. Bu Qarsların işğalını başlatması bu da 16-cı əsrdir, İldırım Bəyazıt'ın dövründədir. Demək, biri A, B, 2 də A, B variantı. 6-cı əsrin 1-ci yarısına aiddir Mana dövlətinin Assuriya dövlətinin asılılığına son qoyulması. 6-cı əsrdə Assuriya dövləti yox idi. Azərbaycan cənubunun kiçik Midiya adlanması bəli. İskit dövlətinin varına son qoyulması bəli. 592 ilə 3 Y variantı. 2-3 deyib Y götürürəm. 2 ilə 3 A variantı. Davam eləyək. Axund dövləti və Ərəb xilafətinin tarixinə aid oxşar xüsusiyyət. Axund Ərəb Hindistanın şimal-qərbində xeyli ərazinin ələ keçirməsi ilə bunu götürə bilərik. Hər iki üçün oxşar cəhətdir. Həm Axund dövləti, həm də
ərəblər Hindistanı ərazi işğal ediblər. Eradan əvvəl 735-714-cü illərdə baş vermiş hadisələrin ortaq nəticəsi Urartu hərbi qüvvələrin məğlub edilməsi götürə bilərik. Manna ilə Asuriya arasında pozulmuş ittifaqın bərpa edilməsi xeyr. İzirtunun Asurlar tərəfindən dağıdılması xeyr. İtirilmiş Manna torpaqlarının geri qaytarılması bəli. 19-cu əsrin 50-60-cı illəri Şimali Azərbaycan tarixi üçün ümumi cəhət tütün sənayesində fəaliyyət tədbirlərinin baş verməsi bu sonlarıdır. Ağ, neft emalı zavodları meydana gəlməsi götürə bilər. 59-cu rus sahibkarlar, 63-də yerli sahibkarlar. Elə B-dir. Neft daşıması tankerlər 78, teatr binası 83, İngiltərə, Fransada 80-90. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şura, Parlament. Parlamentin yaradılması haqqında qanun bəli, noyabrın 20-si. İlk dövlət bayrağının üç rəngli bayraqla əvəz edilməsi xeyirdir. Bu ikinci hökumət idi. Bir müddət Tiflisdə fəaliyyət göstərməsi bəli. Elə yarananda Tiflisdə yaranmışdı. Biri A ilə C. Parlament. Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qanun. Bu ikinci hökumət. Vətəndaşlıq haqqında qanun bəli 19. Sədri vəzifəsinə Məmməd Yusuf Cəfərovun icra etməsi bəli. Çünki Topçubaşov İstanbulda səfir idi. Biri A, B, 2-də B ilə C. Bizans İmperatoru Justinian Roma İmperiyasından sonra Qərbi Avropada ilk dəfə vahid şəkildə birləşmiş, bu Frank dövlətinə aiddir. Sasanilər dövlətlə müharibə aparmışdı, bəli. Quldarlıq qaydalarının ləğv edilməsi nəzərdə tutan qərarlar verilmişdi. Əksinə quldarlıq bərpa eləmək istəyirdi. Qədim Roma vergi sistemini tamamilə imtina etmişdi. Xeyr, əslində bərpa eləmək istəyirdi. Yalnız quldarlara ali məhkəməyə müraciət etmək səlahiyyəti verilmişdi. Xeyr, hər kəsə bu hüququ verilmişdi. Qaraqoyunlu, Ağqoyunlu Səfəvilər. Soyurqal torpaqların mövzusu olması oxşar. Teymuri Şahrixun hücumlarına qarşı mübarizə Qaraqoyunlu. Ərazisinin bəylərbəylik və mahallara bölməsi Səfəvilər. Qızıl Ordu dövlətlə diplomatik əlaqələr mövcud olması Ağqoyunlu. Xas əskərlərinin ordunun əsas sayılması Ağqoyunlu. 1-ə B, 2-yə D ilə Y, 3-ə C, 4-ə A, D variantı. Marşal planı sədd çəkmə siyasətindən fərqli olaraq, yəni Trumendən fərqli olaraq Avropa ölkələrinin iqtisadiyyatının bərpa olunması nəzərdə tutulmuşdu. Deməli, Marşaldan fərqli olaraq sədd çəkmə, hər ikisində də var idi bu. Amma sırf iqtisadi bərpa deyirsə, bunu ancaq Marşala götürə bilərik. Avropa ölkələrinin hərbi yardım bu Trumen doktrinasıdır. Hara Trumenin hakimiyyət dövründə təsdiq edilmiş, bu da hər ikisi oxşar cəhətdir. Gömrük tariflərinin endirilməsi, idxal mətinlərdən qalması bu ancaq Marşaldır. SSR təklif edildi, qəbul edilməmişdi, bu ancaq Marşaldır. 1-4-5. Səfəvilər dövləti 17-ci əsrin birinci yarısı, 17-ci əsrin ikinci yarısı. Şah Abbas tərəfindən vahid Azərbaycan bəylərin yaradılması. Bu ikinci yarıdır. 1-2 yazırıq burada. Elə biləm oxşar isə bir yazaq, 1-2 yazaq, asan da olsun. Deməli, Şah Abbas tərəfindən vahid Azərbaycan bəylərin yaradılması 1593. Bu düşür 16-cı əsrin ikinci yarısı olmaz. Bizə lazım 17-ci birinci yarısı, 17-ci ikinci yarısı. Mərət müqaviləsi birinci yarı 1-ə B. Rusiya tacirlərinə Azərbaycan ərazisində ticarət imtiyazlarının verilməsi 1667 ikinci yarı 2-yə C. Osmanlı tərəfindən yerli feodal bəylik adlı şəhər torpaqlarının verilməsi bu Osmanlı işğal rejimi dövründə ona görə olmaz. Avropada mətbəyi gətirilməsindən cəhd göstərilməsi. Bu da ikinci yarıya götürə bilərik ki, Şah 2. Abbasın dövrünə 2-yə Y, 1-ə B, 2-yə də C ilə Y. Arıcılığı müəyyən edin. Monroe doktrinası 1823. Hindistanda ilk ümumxalq tətili 20-ci əsrin əvvəlləri. Çinin Koreyanın müstəqilliyin tanınması bu 19 əsrin sonları 90-cı illər təxmini. İkinci Çilək müharibəsini başa çatdıran müqavilə 1860 Pekin. Deməli 1, 4, 3, 2. Sovet Azərbaycanında fərqli olaraq Azərbaycan 3-cü Respublika dövründə Sovet Azərbaycandan fərqli olsun, 3-cü Respublika dövrü olsun. Azərbaycan dilinin rəsmi dövlət dili kimi qəbul edilməsi, konstitusiya əksini tapması bu, hər ikisinin üçün oxşar cəhətdir. Həm onda, həm də bunda var idi. Deməli, həm birincidə var, həm də ikincidə var. Neftin satışı ilə bağlı xarici dövlətlərlə müqavilənin imzalanması, bu ancaq 3-cü Respublikadır. Qərb ölkələrində Azərbaycan səfirliklərinin fəaliyyət göstərməsi 3-cü Respublika. Məktəblərdə tədris ana dilində olması hər ikisi üçün oxşar cəhət. Prezident vəzifəsinin mövcud olması hər ikisi üçün oxşar cəhət. 3-dən 4. İşğaldan azad olmuş ərazilərimizlə bağlı xəritə cədvəlinin uyğunluğunu müəyyən edin. 1-2, 1 Şuşa, 2 Füzuli. Qarabağ iqtisadi rayona daxil edilmişdir, düzdür. 4-5 Kəlbəcər, bir də Tərtər.
Beynəlxalq hava limanları fəaliyyət göstərir, xeyr. 3-4. 3. Zəngilan, 4. Tərtər. Beynəlxalq monitorinq mərkəzi göstərirdi, xeyr. 2-3. Cəbrayıl, 3 də Zəngilan. 2021-ci ildə ərazisindəki minaları xəritələri Azərbaycana təhvil verilmişdi. Zəngilan, bir də Cəbrayıl. Bunu götürə bilərik. Deməli, Ağdamın, Füzulinin, Zəngilanın verilmişdi. Ağdam, Füzuli, Zəngilan. 1-dən 4 olacaq. 1 və 4.